Ətli blinçik resepti ki paylaşıram. Anamın reseptidir. Hər xanımın öz resepti var. Bu da mənim anamın reseptidir. Deməli 5-6 yumurta qaçdırıq. Deməli yarım çay qaşığı duzla, sonra qatırıq 1 litr süd qaçdırıq dəmir simlə. Deməli 2-3 dəfə qatıram. Sonra 2, 3, 4 xörək qaşığı şəkər qatırıq. Ya 2 ya 3, deməli içlikdən asılıdır. Çay qaşığının ucunda soda və 6 xörək qaşığı bitki ya kərə yağı əridilmiş. Sonra da 3 stakan un gedir. Stakan 200 qramlıqdır. Mən deməli 2 stakanı qatıram. Sonra yavaş-yavaş qaşıqla qatıram unu, baxıram necə alınacaq. Belə kütlə alınır. Yarım saata heç olmasa qoyuram qırağa ki, deməli xəmir özünə gəlsin. Sonra başlayırıq öncə də qızdırılmış tavada blinçikləri o yüz bu yüz qızartırıq. Mən çömçəni tökürəm, bu öyrəşmişəm ona. Tökürəm, belə blinçiklər alınır. Ətin içini doldururuq. Belə qatdalayırıq konvert formasında. Mənim uşaqlarım çox sevir. Balaca oğlum çox sevir blinçikləri. Həmişə bişirəndə yeyir. Ara bir ardıq olanda qalıram buzxanaya, qoyuram buzxanaya. Deməli, paylaşmaq gün istəyirəm sizinlə bölüşmək. Ət, iç reseptidir. İçiyəm. Blinçik üçün gedir. Piroqlar üçün anamın reseptidir. Soğan xırda-xırda doğrayırıq. Həmişə soğan qızartanda mən biraz duz da tökürəm. Sarı kökdə ara bir şəkər də tökürəm. Şəkər vuranda çox gözəl alınır. O belə qızartırıq. Qızıl rənginəcən. Əti pişiririk. Anam həmişə belə eləyir. Pişəndən sonra ət çəkənlə keçirtirik əti. Sonra da soğanı keçirtirik. Kim soğanı xoşlamır, heç qızardılmış soğanın dadını hiss eləməz ətdə. Soğanla keçirtirik və bir yerdə ətlə qızartırıq. Və burada mən blinçika